OTK-nın 11-ci sinifləri üçün təşkil etdiyi sınaq imtahanında riyaziyyat fənni üzrə istifadə olunmuş sualların izahına baxaq. Birinci sual. 15% 60 olan ədədi tapın. Faizinə görə ədədin tapılması düsturundan istifadə etməklə 60 vurulsun 100 bölünsün 15 şəklində hesablayacağıq. Bu da bərabərdir. 60 ilə 15-i 15-ə ixtisar aparsaq 4, aşağıda da 1 qalar. 4 vurulsun 100 bölünsün 1 bərabərdir 400 alarıq. Doğru cavab A variantı olur. 32-ci sual. Sinus 60 üstəgəl kosinus 30 bölünsün tangens 60 üstəgəl kotangens 30 ifadəsinin qiymətini tapın. Cədvəl qiymətləridir. Yerinə yazacağıq. Sinus 60 dərəcədə kök altda 3 bölünsün 2 qiymətini alır. Kosinus 30 dərəcədə kök altda 3 bölünsün 2 qiymətini alır. Tangens 60-da kök altında 3, kotangens 30-da da kök altda 3 qiymətini alır. Surətdə alındı kök altında 3, məxrəcdə alındı 2 kök altında 3. Kök altda 3-ləri ixtisar aparsaq 2-də 1 alınar. Doğru cavab C variantı olur. A çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlər, B çoxluğunun elementləri isə 6-ya bölünən 2 rəqəmli ədədlərdir. A və B çoxluğunun elementlərinin sayını tapın. A və B-nin kəsişməsinin elementlərinin sayını tapmaq lazımdır. Cüt ədədlər və 6-ya bölünən ədədlər. Bunların kəsişməsi lazımdır. 6-ya bölünən ədədlər onsuz da cüt ədədlərdir, yəni 2-yə bölünən ədədlərdir. Deməli, 2 rəqəmli ədədlərdən 6-ya bölünənlərini tapmalıyıq ki, bunların da birincisi 12, sonuncusu isə 96-dır. Buradakı ədədlərin sayını tapmaq üçün 96-dan 12-ni çıxırıq, bölürük 6-ya. 96 və 12-nin hər ikisi daxildir deyənə üzərinə də 1 əlavə edirik. 96 çıx 12, 84 bölünsün 6 üstəgəl 1, bu da bərabərdir. 14 üstəgəl 1 bərabərdir 15 olar. Doğru cavab A variantı. Eyni zamanda bunun ədədi silsilə kimi də yaza bilərik. A1-i 12-yə, A-ni 96-ya və D-si də 6-ya bərabərdir. E-ni buradan təyin edə bilərik. 34-cü sual. ABC üçbucağında AD tən bölən, AB bölünsün AC 2 bölünsün 3 və BD 6 olarsa DC-ni tapın. BD 6 verilib. AB-nin AC-yə olan nisbəti 2 bölünsün 3-dür deyənə AB-yə 2K, AC-yə isə 3K yazırıq. DC-ni tapmalıyıq. Buna da bir X dedik. Bura tən bölən olduğundan tən bölənin xassəsini yazacağıq. Yəni AB bölünsün BD bərabərdir AC bölünsün DC. Qiymətlərin yerinə yazsaq 2K bölünsün 6 bərabərdir 3K bölünsün X olar. Buradan K'lar ixtisar olundu. 2X bərabərdir 18, X də bərabərdir 9 alarıq. Doğru cavab C variantı. 35-ci sual. Z1 bərabərdir 5 çıxılsın I, Z2 bərabərdir 3 üstəgəl I kompleks ədədlərinin hasilini tapın. Z1 vurulsun Z2 hasilini çoxədədlərin hasili kimi tapacağıq. Sadəcə burada I kvadratı bərabərdir -1 olduğunu qəbul etməliyik. Deməli, onda alırıq 5 çıxılsın I vurulsun 3 üstəgəl I bərabərdir. 5 vurulsun 3, 15, üstəgəlinsin 5I, çıxılsın 3I, çıxılsın I kvadratı. Bu da bərabərdir 15 üstəgəlinsin 5i çıx 3i elədi 2i, çıxılsın I kvadratında yerinə -1 yazdıq. Oldu 15 üstəgəl 2i üstəgəl 1, bu da bərabərdir 16 üstəgəl 2i. Doğru cavab A variantı oldu. Radiusu 5 olan kürənin səthinin sahəsini tapın. Kürənin səthinin sahəsi S bərabərdir 4πr kvadratı düsturu ilə tapılır. 4π radius 5 verilib deyənə 5-in kvadratı. 4π vurulsun 25, bu da bərabərdir 100π olar. Doğru cavab Y variantı. 37-ci sual. Kök altında 6,4 üstəgəl kök altında 0,4 ifadəsini sadələşdirin. Kök altında 6,4-ü 64 bölünsün 10. Kök altında 0,4-ü isə 10-da 4 kimi yazdıq. Bunu belə yaza bilərik. Kök altında 64 bölünsün kök altında 10. Üstəgəlinsin kök altında 4 bölünsün kök altında 10 bərabərdir. 8 bölünsün kök altında 10. Üstəgəlinsin 2 bölünsün kök altında 10 bərabərdir.
Məxrəclər eynidir, kök altında 10-dur. Surətləri topladıq, 10 alındı. Məxrəcin irrasionallıqdan azad eləsək və yaxud da surəti kök altında 10 vurulsun, kök altında 10 kimi yazsaq, onda kök altında 10 olduğunu təyin edərik. Doğru cavab D variantı. 38. X kvadratı çıxılsın, x çıxılsın 2 bölünsün, x kvadratı çıx 4 vurulsun. X kvadratı üstəgəl 2, x bölünsün, x kvadratı çıxılsın 1 ifadəsini sadələşdirin. Çox ədliləri vurğularını ayırsaq, x çıxılsın 2, x üstəgəl 1 bölünsün. Məxrəci vurğularını ayırsaq, x çıxılsın 2, x üstəgəlinsin 2 vurulsun. İkinci vurğunun surətindən x-i çıxartdıq mötərizə xaricinə, x üstəgəl 2, məxrəci vurğularını ayırsaq, x minus 1, x plus 1 alarıq. Buradan x üstəgəl 2-lər, x üstəgəl 1-lər, x çıxılsın 2-lər ixtisar olundu. Yekun nəticədə surətdə x, məxrəcdə isə x minus 1 qaldı. Doğru cavabımız C variantı oldu. 39-cu sual. 2 müstəvi 60 dərəcəli bucaq altında kəsişir. Bu müstəvilərdən birinin üzərində olan A nöqtəsi digər müstəvidən 6 sm məsafədədir. A nöqtəsindən müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapın. 2 müstəvi 60 dərəcəli bucaq altında kəsişir. Bu müstəvilərin birinin üzərində olan A nöqtəsindən digər müstəviyə qədər məsafə. Demək, perpendikulyardır və uzunluğu 6 sm-ə bərabərdir. A nöqtəsindən müstəvilərin kəsişmə xəttinə qədər olan məsafə. Yəni, biz bu x məsafəsini tapmalıyıq. 60 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısının kök altında 3 mislinə bərabərdir. Bu da 6-dır. Yəni, x kök altında 3 bərabərdir 12. Buradan da x bərabərdir 12 bölünsün kök altında 3. Məxrəcin irrasionallıqdan azad eləsək, surətdə 2 kök altda 13, məxrəcdə isə 3 alarıq ki, buradan da təyin edirik, x bərabərdir 4 kök altında 3. Doğru cavab Y variantı. 40-cı sual. 2 vurulsun, 2x çıxılsın 3, kiçikdir, bərabərdir, 3x çıxılsın 2. Bərabərsizliyini ödəyən natural ədədlərin cəmini tapın. 2 vurulsun 2x oldu 4x çıxılsın 2 vurulsun 3 6 kiçikdir bərabərdir 3x çıxılsın 2. 3x-i keçirdik bu üzə 4x çıxılsın 3x kiçikdir bərabərdir mənfi 2 üstəgəl 6. X kiçikdir bərabərdir 4. 4-dən kiçik ədədlər 1, 2, 3 və 4. Bu ədədlərin də cəmi bizə verər 10-u. Doğru cavab B variantı. 41-ci sual. Kosinus kvadratı x üstəgəlinsin 2 kosinus x üstəgəl 1 bərabərdir 0. Tənliyini həll edin. Buradan kosinus x-ə bir dənə t demiş olsaq, t kvadratı üstəgəlinsin 2t üstəgəl 1 bərabərdir 0-dır. T üstəgəl 1-in tam kvadratını alarıq ki, buradan da alarıq ki, t üstəgəl 1 bərabərdir 0, yəni t bərabərdir mənfi 1. Kosinus x-i yerinə yazsaq, kosinus x bərabərdir mənfi 1. Bu da xüsusi həldir. Pi qiymətində alır. Pi üstəgəlinsin 2 pi k. Doğru cavab A variantı oldu. 42-ci sual. 2x kvadratı üstəgəl xy bərabərdir 2. 2x üstəgəl y bərabərdir 1. Tənliklər sistemindən x vur y hasilini tapın. Surətdən x-i çıxartdıq mötərizə xaricinə qaldı. 2x üstəgəl y bərabərdir 2. İkinci tənlikdə 2x üstəgəl y-in qiyməti verilib 1-ə bərabərdir. Yəni, x vurulsun 1 bərabərdir 2. Yəni, x bərabərdir 2 olduğunu təyin edirik. 2-nin qiymətini yerinə yazsaq, 2 vurulsun 2 üstəgəl y bərabərdir 1. 4 üstəgəl y bərabərdir 1, y bərabərdir mənfi 3. Bizə isə x vurulsun y hasili lazımdır. 2 vurulsun mənfi 3 bərabərdir mənfi 6 olar. Doğru cavab D variantı. 43-cü sual. Sonsuz azalan həndəsi silsilədə S15, Q 3-də 1 olarsa B1-i tapın. Sonsuz azalan həndəsi silsilədə S bərabərdir B1 bölünsün 1 minus Q şəklində tapılır. Onda yerinə yazsaq 15 bərabərdir. B1 bölünsün 1 çıxılsın 3-də 1. Bu da B1 bölünsün 3-də 2 alınır.
Buradan B1-i təyin eləsək, 15 vurulsun 3-də 2. Bu da 5 vurulsun 2 bərabərdir 10 edər. 44-cü sual. 2 üstündə x kvadratı çıxılsın 5x bərabərdir 64-də 1 tənliyinin böyük kökünü tapın. 64-də 1 tənliyini 64 üstü mənfi 1, 64 də 2 üstü 6 olduğundan 2 üstü mənfi 6 şəklində yaza bilərik. Əsaslar eyni olduğundan qüvvətlər də eyni olmalıdır. 6-nı sol tərəfə keçirsək, x kvadratı çıxılsın 5x üstəgəl 6 bərabərdir 0-dır. Kvadrat tənliyidir, viyyətlə həll eləsək, köklərinin hasili 6, cəmi isə 5 olmalıdır. Onda x1 bərabərdir 2, x2 bərabərdir 3 olar. Toplasaq 5, hasili isə 6 oldu. Bizə isə böyük kök lazımdır. Doğru cavabımız 3 olar. 45-ci sual. ABC və MNK üçbucaqları oxşardır. AB 10-a bərabərdir. MN isə 2-yə bərabərdir. Deməli 10 bölünsün 2 bərabərdir 5. Oxşarlıq əmsalı 5-ə bərabərdir. Davamında NK 5-ə bərabərdir. Onda BC 5-dən 5 dəfə böyükdür 25-ə bərabərdir. MK isə 6-ya bərabərdir. Bu da 6-dan 5 dəfə böyükdür 30-a bərabərdir. ABC üçbucağının perimetrini tapın. P bərabərdir 10 üstəgəl 25 üstəgəlinsin 30. Bu da bərabərdir 10 üstəgəlinsin 25 35 üstəgəlinsin 30 bərabərdir 65 olar. 46-cı sual. Loqaritma 2 əsasından 7 vurulsun loqaritma 7 əsasından 15 vurulsun loqaritma 15 əsasından 8. Burada alacağıq loqaritma 7-lər və 15-lər getsə 2 əsasından 8. Bu da bərabərdir. Loqaritma 2 əsasından 2 üstü 3. Bu da bərabərdir 3 olar. 47-ci sual. BD parçası ABC üçbucağının, CM parçası isə BCD üçbucağının medianıdır. Median sonunda bu məsafələr bir-birinə, bu məsafələr də bir-birinə bərabərdir. ABC üçbucağının sahəsi 180 olarsa, MBC üçbucağının sahəsini tapın. Median üçbucağın sahəsini 2 bərabər sahəyə bölür. Bura S dedik, burada S. Onda BDC ilə BDA üçbucaqlarının sahəsi də bərabərdir. Burada oldu 2S. Ümumilikdə ABC üçbucağının sahəsi 4S'dən ibarət oldu ki, bu da 180-ə bərabərdir. Hər tərəfini 4-ə bölsək, S bərabərdir. 180 bölünsün 4, 45 olar. Bizə lazım olan sahə isə MBC sahəsidir ki, bu da elə S-ə bərabərdir. Onda doğru cavabımız 45 olar. 48-ci sual. 210 ədədinin sadə vurğularının cəmini tapın. 210 ədədini sadə vurğularına ayıraq. 2-yə böldük 105. 3-ə böldük 35. 5-ə bölsək 7, 7, 1. Sadə vurğularına ayırdıq. Sadə vurğularının cəmini tapmaq lazımdır. 2 üstəgəl 3, üstəgəl 5, üstəgəl 7. 5, 5 üstəgəl 5, 10, üstəgəl 7, 17. 49-cu sual. ABCD trapesiyasında bucaq A 50 dərəcə, bucaq D 80 dərəcədir. BC 4-ə bərabərdir, CD 7-yə bərabərdir. AD oturacağının uzunluğunu tapın. C nöqtəsindən AB-yə paralel bir düz xətt keçirdi. Uyğun bucaqların, burada M nöqtəsi dedi, uyğun bucaqların bərabərliyi xassəsinə görə M bucağı A bucağına bərabər olacaq 50 dərəcədir. Bu ikisi bir-birinə paralel düz xəttlər olduğundan. Üçbucağın daxili bucaqlarının cəmi 180-dir. 50 üstə gəlinsin 80, 130. Onda buradakı bucaq da 50 dərəcəyə bərabər oldu. Onda belə çıxır ki, üçbucaq CMD bərabər yanlıdır. Bərabər yanlıdırsa, onda MD məsafəsi də 7-yə bərabər olar. Paralel düz xətt keçirdik C nöqtəsindən. BC ilə AD də bir-birinə paraleldir. Demək bu üçbucaq, bu alınan fiqur ABCM.
ABCM paraleloqramdır. Paraleloqramın qarşı tərəfləri bir-birinə bərabərdir. Onda AM də 4-ə bərabərdir. Bizdən soruşulan məsafə isə AD məsafəsidir. Bu da AM və MD-nin cəminə bərabərdir. 4 üstə gəlinsin 7 bərabərdir 11 olar. 50-ci sual. Fx bərabərdir ax kvadrat üstə gəl bx üstə gəl c funksiyasının qrafikinə əsasən f4-ü tapın. Funksiyanın təpə nöqtəsinin koordinatları verilib. Onda fx funksiyasının təpə nöqtəsinin koordinatları ilə olan ifadəsini yazaq. A vurulsun x çıxılsın m-in kvadratı üstə gəlinsin n-dir. Qiymətlərin yerinə yazaq. A vurulsun x çıxılsın 1 vahid sağa çıxılsın 1, 4 vahid yuxarı üstə gəl 4 şəklində ifadə aldıq ki, buradan A vurulsun, bunun kvadratı yüksəltdik. X kvadratı çıxılsın 2x üstə gəl 1 üstə gəl 4. Bu da bərabərdir. Mötərizəni vurub açsaq ax kvadratı çıxılsın 2ax üstə gəl a üstə gəl 4. Y oxunu kəsdiyi nöqtə sərbəst həddir. Burada sərbəst hədd a üstə gəl 4. A üstə gəl 4. Qrafikdə sərbəst həddi isə 5-ə bərabərdir. Buradan a-nın qiymətini aldıq ki, a 1-ə bərabərdir. Funksiyada yerinə yazsaq, onda fx funksiyası üçün alırıq ki, 1 vurulsun x çıxılsın 1-in kvadratı üstə gəlinsin 4. 1 yazmaya da bilərik. Fx funksiyasını təyin elədik ki, x minus 1-in kvadratı üstə gəl 4. Bizə isə f4 lazımdır. f4 bərabərdir. 4 çıxılsın 1-in kvadratı üstə gəl 4. 3-ün kvadratı üstə gəl 4. Bu da 9 üstə gəlinsin 4 bərabərdir 13 olar. 51-ci sual. Durğun sudakı sürəti 50 km/saat olan motorlu qayığın çayın axını ilə 3 saata getdiyi yol çayın axınına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Çayın axma sürətini tapın. Bəllidir ki, motorlu qayıq çayın axını ilə hərəkət edirsə v-kater üstə gəlinsin v-çay, axına qarşı hərəkət edirsə v-kater çıxılsın v-çay sürəti ilə hərəkət edir. İndi buna uyğun bir tənlik yazaq. Deməli, çayın axını ilə 3 saata, axın ilə gedir v-kater üstə gəlinsin v-çay sürəti ilə. 3 saata getdiyi yolu təyin etdi. Axına qarşı isə v-kater çıxılsın v-çay vurulsun 4 saata gedir yol və burada 8 km azdır. Birinci getdiyi ikincidən 8 km azdır. Onda birincinin üzərinə 8 km əlavə etsək, bu məsafələr bir-birinə bərabər olar. Və burada durğun suda olan sürət verilib, yəni v-kater verilib. Yerinə yazdıq v-katerin 50, v-çayın da yerinə x yazdıq. Oldu 50 üstə gəlinsin x vurulsun 3, üstə gəl 8 bərabərdir. 50 çıxılsın x vurulsun 4. 3 dəfə 50 150 üstə gəlinsin 3x üstə gəl 8 bərabərdir. 200 çıxılsın 4x. X-ləri bir tərəfə, sabitləri bir tərəfə keçirdik. 3x üstə gəlinsin 4x bərabərdir. 200 çıxılsın 150 çıxılsın 8. 7x bərabərdir. 50 çıx 8 42. Buradan da aldıq ki, x bərabərdir 6 olar. X-lə v-çayı işarə eləmişik. Onda v-çay bərabərdir 6 km bölünsün saat olar. 52. Qutuda 4 sarı, 3 qara, 5 yaşıl rəngli qələm var. Təsadüfən seçilmiş 2 qələmin eyni rəngli olması hadisəsinin ehtimalını tapın. Demək, burada hansı hallar ola bilər? 2 qələm eyni rəngli olmalıdır. İkisi sarı, ikisi qara, ikisi də yaşıl ola bilər. Burada ikisi sarı və ya ikisi qara və ya ikisi yaşıl rəngli ola bilər deyənə ehtimalların toplanması olacaq. Birinci əlverişli halları tapaq. Əlverişli hallar olacaq. Hər ikisinin sarı olması ehtimalı 4-dən 2, hər ikisinin qara olması ehtimalı 3-dən 2, hər ikisinin yaşıl olması ehtimalı isə 5-dən 2-dir. 4-dən 2, x-dən 2-ni və yaxud da n-dən 2-ni n vurulsun n-1 bölünsün 2 düsturu ilə də tapa bilirdik. Yəni 4 vurulsun 3 bölünsün 2, bu bizə verəcək 6-nı. 3-dən 2 3-ə bərabərdir. 5-dən 2 isə 10-a bərabərdir. Oldu 19. İndi mümkün halları tapırıq. Mümkün hallar isə
bütün kürələrin cəmi olacaq 12, 12-dən 2-si. Mümkün hallarımız oldu. Kombinezon 12-dən 2. Bu da bərabərdir. 12 vurulsun 11, bölünsün 1 vurulsun 2. 66 edər. Hadisənin ehtimalı PA bərabərdir. Əlverişli halların mümkün hallara olan nisbəti kimi tapılır. Bu da 19 bölünsün 66 olar. Çevrənin A nöqtəsindən uzunluqları 16 və 12 olan qarşılıqlı perpendikulyar iki vətər çəkilmişdir. Çevrənin uzunluğunu tapın. Deməli, perpendikulyar çəkilibsə 90 dərəcəli bucaq diametrə söykənir. Onda belə çıxır ki, BC diametrdir. Diametrdirsə və bu məsafələr 16 ilə 12 verilibsə, onda biz Pifaqor teoremini tətbiq edə bilərik ki, BC-nin kvadratı bərabərdir AB-nin kvadratı, yəni 16-nın kvadratı, üstəgəl AC-nin kvadratı, yəni 12-nin kvadratı, bu da bərabərdir 400 edər. Deməli, diametr bərabərdir BC, o da bərabərdir kök altında 400, o da bərabərdir 20 olar. Diametri 20 təyin elədik. Bizə isə çevrənin uzunluğu lazımdır. Çevrənin uzunluğu 2πr və yaxud da ki, pi vurulsun D şəklində təyin olunur ki, diametr bəllidir. 20 pi-yə bərabər olar. 54-cü sual. Oturacağının diaqonalı AC 4 kök altda 3, yan tili AS 4 olan düzgün dördbucaqlı piramidanın həcmini tapın. Və buranı verib 4. Diaqonal düzgün dördbucaqlı piramidadır deyənə yarıya bölünəcək. Bura olacaq 2 kök altında 3. Burada 2 kök altında 3. Hündürlüyü təyin edə bilərik. Buradakı düzbucaqlı üçbucaqdan h kvadratı üstə gəlinsin. 2 kök altında 3-ün kvadratı bərabərdir 4-ün kvadratı. H kvadratı üstə gəlinsin. 12 bərabərdir 16. H kvadratı bərabərdir 4. H da bərabərdir 2. Hündürlüyü təyin elədik 2-yə bərabərdir. Piramidanın həcmini tapmaq lazımdır. V bərabərdir 3də 1. S oturacaq vurulsun H düsturundan istifadə edəcək. Buradan S oturacağı da təyin eləyə bilərik. Düzgün dördbucaqlı olduğundan oturacağı kvadratdır. Onda S oturacağı bərabərdir. D kvadratı bölünsün 2 düsturunu tətbiq eləyək. Çünki diametr verilib. Bu da bərabərdir 4 kök altda 3 bölünsün 2, 4 kök altda 3-ün kvadratıdır. 16 vurulsun 3. Surətdə bölünsün 2. Bu da 8 dəfə 3, 24 oldu. Həcmini təyin edək. 3də 1, S oturacağı 24 tapdıq. Hündürlüyü isə 2 tapdıq. 3 ilə 24 ixtisar getdi 8. 8 dəfə 2 bərabərdir 16 oldu. Demək, piramidanın həcmi 16-ya bərabər olar. 55-ci sual. Çənin 6da 5 hissəsi su ilə doludur. Çəndəki suyun 5də 1 hissəsi işlədildikdən sonra 80 litr su qalarsa, çən neçə litr su tutur? Çənin ümumi həcmin x ilə işarətdir. Onda belə çıxır ki, 6da 5x hissə su ilə doludur və bunun 5də 1-in istifadə elədilər. Bundan çıxırıq 6da 5x-in 5də 1-i. Və bundan sonra çəndə 80 litr su qaldı. Oldu 6da 5x çıxılsın 6da 1x bərabərdir 80. 6da 4x bərabərdir 80. 4 ilə 80-i ixtisar aparsaq 20. Buradan alırıq x bölünsün 6 bərabərdir 20. X də bərabərdir 120 litr. Deməli, çənin ümumi həcmi 120 litr olar.